Salam əziz altıncılar. Yəqin ki, artıq siz Azərbaycan tarixindən birinci KSQ-ni yazmısınız. Ola bilsin ki, bu KSQ çıxıb qabağınıza, ola bilsin ki, müəllimlər fərqli KSQ-lər gətiriblər. Mən çalışacağım ki, bu KSQ-nin üstündə sizə izah edim. Azərbaycanda tarix elminin inkişafı neçənci əsrə aiddir? Uşaqların əksəriyyəti diqqətsizlik eləyib, eramızdan əvvəl 5-ci əsr qeyd eləyiblər. Xeyr, eramızdan əvvəl 5-ci əsrdə ümumiyyətlə tarix elminin əsası qoyulub. Amma Azərbaycanda tarix elminin inkişafı 19-cu əsrə təsadüf edir. Yəni, cavab B variantı. Növbəti sual. Tarix elminə köməkçi elmlərdən biri deyil. Arxeologiya, epiqrafika, xronologiya. Bəli, amma piktoqrafiya isə yox. Cavab D variantı. Qədim daş dövrü adlanır. Paleolit, mezolit orta, neolit yeni, eneolit mis daş dövrüdür. 4-cü sual. Maddi mənbələrə aid deyil. Silahlar, bözək əşyaları, qəbirlər bəli, sənədlər isə xeyr. O, yazılı mənbələrə aiddir. Keçirik 5-ci suala. Historiya adlandırılan tarix elminin əsası eramızdan əvvəl 5-ci əsrdə Yunan alimi Herodot tərəfindən qoyulub. Hətta tarixi çox yaxşı bilənlərə Herodot deyirlər. Qədim insanların ilk məşğuliyyəti. Əslində burada sizə bir açar söz verilib. İlk məşğuliyyəti. Təbii ki, yığıcılıq və ovçuluq. 7-ci sual. Paleolit dövrü ilk insanın yaranmasından eramızdan əvvəl 12-ci minilliyə qədər davam etmişdi. Bəli, ilk insan tipi hansıdır? Təbii ki, bacarıqlı insan. Keçirik 8-ci suala. Bəşər cəmiyyətinin inkişaf mərhələlərini tamamlayın. İbtidai icmadan sonra quldarlıq, feodalizmdən sonra isə kapitalizm gəlir. Elə hal-hazırda da biz kapitalizmdə yaşayırıq. 9-cu sual. Göstərilənlər aiddir. Yəni 2 məlumat bir cavaba aiddir. Yazılı mənbələr haqqında elmdir və tarixə köməkçi elmdir. Təbii ki, cavab epiqrafiya olacaq. 10-cu sual. Düzgün olmayan variantı seçin. Ən qədim yazı piktoqrafik yazıdır. Hərfi yazının istifadəsi təbii ki, daha rahatdır. Fikri yazı ideoqrafik yazıdır. Amma yazıları öyrənən elm etnoqrafiya yox, epiqrafiya adlanır. 11-ci sual. Səhv olanı seçin. Turkana mağarası bəli, Şərqi Afrikanın Kenya ərazisində yerləşir. Buradakı tapıntıların yaşı 6 milyon ilə bərabərdir. Yığıcılıq və ovçuluq mənimsəmə təsərrüfatına aiddir. Bəli. Kör təbii şəkildə yaranan insan kollektivi qəbilə yox, ulu icmadır. Azıq mağarasında tapılan ocaq izləri 700 min il əvvələ aiddir. Bəli, bu da düzdür. Yəni, səhv olan cavab C variantı idi. 12-ci sual. Verilən mağaraların yerləşdiyi məkanı tapın. Zar mağarası Kəlbəcər, Daş Salahlı Qazax, Qazma Naxçıvan, Azıq Xocavənd. 13-cü sual. Düzgün cavabı tapın. Ən qədim insan izlərinə Amerikada yox, Afrikada rast gəlinir. Daş dövrünün qədim mərhələsi mezolit yox, paleolitdir. Urmiya gölü ətrafında Tamtama mağarasında Neandertal insanı qalıqlarına rast gəlinir. Bəli. Avropada aşkarlanmış Turkana mağarası sözü səhvdir, çünki Turkana mağarası Afrikada aşkarlanıb. Keçirik 14-cü suala. Siz bundan 5-ci sinifdə də keçmişdiniz. Boşluqları doldurmalısınız. 1968-ci ildə burada nə yaza bilərdik? Azıq mağarasında ibtidai insanın alt çənə sümüyü tapılmışdı. Bu çənə sümüyü 18-22 yaşlı qadına məxsusdur. Bu dünyada ən qədim tapıntıların 4-cüsüdür. Tədqiqatçılar bu ibtidai insanı azıxantrop adlandırmışdılar. Bu tapıntı Azərbaycanın qədim insanların yaşadığı yer olduğunu sübut edir. Keçək 15-ci suala uşaqlar. 15-ci sualda əksər uşaqlar çətinlik çəkir.
Burada Venn diaqramıdır. Yəni müqayisə edirik. Oxşar və fərqli cəhətlərini tapırıq. Ulu icma 1. Yəni 1-ə ulu icmaya aid xüsusiyyətləri yerləşdirməliyik. Qəbilə 2. 3 isə oxşar olacaq. İlk insan kollektivi idi. Bəli, ulu icma. İnsanların qan qohumluğu əsasında birləşməsi qəbilə. Hər ikisində də əmək alətləri daşdan hazırlanırdı. Daha möhkəm insan kollektivi isə təbii ki, hansı idi? Qəbilə. İndi keçək B variantının izahına. Azərbaycan tarixinin atası sayılır. Təbii ki, Abbasqulu Ağa Bakıxanov. Maddi mənbələr əsasında insanların həyatını öyrənir. Arxeologiya. Azıq mağarasından tapılmamışdır. Ayı kəlləsinin qalıqları tapılıb, alçinə sümüyü tapılıb, ocaq izləri tapılıb. Amma burada tunç silahlar ola bilməzdi. Çünki bu paleolit dövrünə aid bir abidədir. 4-cü sual. Azərbaycan tarixini ilk dəfə hansı əsərdə sistemli xronoloji ardıcıllıqla yazılıb? Abbasqulu Ağa Bakıxanovun Gülüstani İrəm əsərində. 5-ci sual. Qəbiləyə aid olmayanı tapın. Daha möhkəm kollektiv idi, bəli. Qəbilə dövründə ata xaqanlığı başlamışdı, səhvdir. Çünki qəbilədə qadınlar mühüm rol oynayırdı. Ona görə də qəbilədə ana xaqanlığı hökm sürürdü. C variantı düzdür. D-də ana xaqanlığı həm də matriarxat adlanır, bəli. Elə adlanır. 6-cı sual. Qeyd olunan hansı mənbələrə aiddir? Qeyd olunanlar məşhur tarix kitabları, dərsliklər, akademik əsərlər, yəni bunlar sonradan yaranan mənbədir. Tutaq ki, Kitabi-Dədə Qorqud dastanı haqqında kimsə elmi araşdırma eləyib, dissertasiya işi yazıb. Bu sonradan yaranmış mənbə olduğuna görə ikinci dərəcəli mənbə sayılır. 7-ci sual. İbtidai icma cəmiyyəti əmək alətlərinin hazırlandığı materiala görə 3 dövrə bölünür. Daş, tunç və dəmir dövrünə. Keçirik 8-ci suala. Göstərilənlər aiddir. Yəni 2 məlumat bir cavaba aid olmalıdır. Yazılı mənbələr haqqında elmdir, tarixə köməkçi elmdir. Təbii ki, epiqrafiya. 8-ci sual. Tamtama mağarasından hansı insan tipinin buz sümüyü tapılmışdı? Tamtama mağarası harada yerləşirdi? Urmiya gölü ətrafında yerləşirdi. Burada Neandertal insanın qalıqları tapılmışdı. Keçək 10-cu suala. Bəşər cəmiyyətinin tarixi dövrləri. Qədim dövr. Əvvəllər biz deyirdik buna qədim dünya tarixi, orta əsrlər tarixi. İndi biraz dəyişiblər. Qədim dövr, yəni belə deyək də sözlərin formasını dəyişiblər. Qədim dövr, orta dövr. Qədim dövr, orta dövr, yeni dövr, müasir dövr. 11-ci sual. Verilmiş ərazilərdə mağaraları tapın. Naxçıvanda yerləşirdi Qazma mağarası. Qazaxda yerləşirdi Daş Salahlı mağarası. Xocavənddə yerləşirdi Azıq mağarası. Kəlbəcərdə isə yerləşirdi Zar mağarası. 12-ci sual. Düzgün olmayan variantı tapın. Düzgün olmayan variantı. Miladdan əvvəlki tarixə eradan əvvəldə deyilir, bəli. Hicri təqvimindən bəzi müsəlman ölkələrində istifadə olunur, bəli. Bir rüb 50 ilə yox, 25 ilə bərabərdir. Bir əsr 100 ildir və bir əsrdə 4 rüb var, bəli. 100-ün içində çünki 4,25 var. Keçirik 13-cü sualın izahına. Düzgün cavabı tapın. Ən qədim insan izləri Amerikada rast gəlinib. Xeyr. Daş dövrünün qədim mərhələsi mezolit yox, paleolit adlanır.
Urmiya gölü ətrafında Tamtama mağarasında bəli, Neandertal insanın qalıqlarına rast gəlinib. H variantı isə səhvdir. Turkana mağarası Avropada yox, Afrikada aşkarlanıb. Keçirik 14-cü suala. Uyğunluğu müəyyən edin. İlk insan kollektivi ulu icma idi, bəli. Ulu icmada insanlar qan qohumluğu əsasında birləşmirdilər. Daimi və möhkəm deyildi, əksinə tez-tez dağılırdı. Yəni, birdə qaldı A variantı. 2. Qəbilə icmasında ana xaqanlığı var idi, bəli. Qəbilədə ağıllı insanlar birləşmişdi, bəli. Amma qəbilə tez-tez dağılmırdı, çünki o daha möhkəm kollektiv idi. 15-ci sual açıq sualdır. Siz burada Azıq mağarası ilə bağlı suallara cavab verməlisiniz. Alimlər ayı kəllələri üzərində cızılmış işarələri nə ilə əlaqələndirirdilər? Burada totemin, yəni heyvanlara inamın olduğu ilə. Azıq mağarasında arxeoloji tədqiqat aparan alim kim idi? Məmməd Əli Hüseynov. Alt çənə sümüyü nəyi sübut edir? Azərbaycanda qədim insanların məskən saldığını sübut edir. Uşaqlar, ümid edirəm ki, bu video sizin üçün yararlı oldu. Başa düşmədiyiniz hissələri başa düşdünüz. Yenə də sualınız olsa yaza bilərsiniz.